Burada S24 Ultra'nın 45 W'lıq adapteri var. Type-C və bunun da bu hissəsi Type-C-dir. Bu şəkildə keçir. İndi isə birləşdirirəm. Baxaq görək uyğundurmu? Bəli, tamamilə uyğundur. ...32 GB yaddaşı olan notebook görmüsünüz. Əgər görməmişsinizsə, videoya yaxın əyləşin. İndi birlikdə biz bunu görəcəyik. Mən də görməmişdim açığı, nə də eşitməmişdim. Texnologiya inkişaf elədikcə hər cür dizüstü və stolsuz kompüterlərdə olan yeniliklərin şahidi olmuşuq. Yeni texnologiyalar, daha güclü kompüterlər, düzdür, orta büdcəli kompüterlər də var. Ancaq cəmisi 32 GB yaddaşı olan bir dizüstü kompüter mən heç vaxt nə eşitməmişdim, nə də görməmişdim. Ta ki gördüyünüz bu Dell Inspiron 14 3452 modelini görənə qədər. Baxın, burada arxasında seriya nömrəsi və model nömrəsi də qeyd olunub. Mən düzü buradan araşdırdım. Öncə arxa hissəni açdım. Yaddaş olaraq kompüter açılmırdı. Heç bir sistem yox idi içərisində. Windows yazmağa çalışdım, tam araşdırmamış. Gördüm ki yazılmır, ümumiyyətcə heç bir şəkildə. Windows 7 yazmağa çalışırdım, ona görə açıq yaddaşı görmürdü. Çünki bu model 2015-ci ildə Windows 10 ilə birlikdə təqdim olunur. Təsəvvür edin, Windows 10 cəmi 32 GB yaddaş olan bir kompüterə quraşdırılır. Bu quraşdırması üçün yer var, ancaq sonra bunun ofis proqramları və digər lazım olan proqramlar yüklənirsə, o 32 GB bitəndən sonra necə olur? Maraqlı hissəsi orası idi. Onu da araşdırdım və Dell'in forumlarında təbii ki xarici forumlarda oldu. Bu yerli heç bir məlumat tapa bilmədim. Türklərdə belə bir məlumat çıxmadı, ancaq Dell'in öz forumlarında ingiliscə olan yazılardan belə bir nəticəyə gəldik ki, bu model 2 versiyada təqdim olunur. Birinci versiyada 32 GB-lıq daxili yaddaş birbaşa anakartın üzərinə lehimlənmiş, belə deyək, ayrılmaz bir yaddaş. Bir də bildiyimiz hard disklə olan versiya. Ən maraqlısı da ondadır ki, deyilənlərə görə 32 GB-la gələn versiyaya hard disk quraşdırmaq olmur, ancaq hard disk yeri də olur. Təsəvvür edin, bu 32 GB-lıq versiyadır. Arxada bir hard disk yeri var və anakartın üzərində də lenti birləşdirmək üçün bildiyimiz ştekerdən yoxdur, ancaq yeri var. Yəni orada da yazılıb, SSD yazılıb. Bəziləri deyil quraşdırmaq olar, bəziləri yazmışdı ki, ümumiyyətcə olmur, dəstəkləmir, problemlər çıxır. Mən bu gün buna Windows quraşdırmayacağam, bu gün mən buna Linux əməli sistemi quraşdıracağam. Ancaq ondan öncə, mən buna sistem yazmamışdan öncə bir operativ yaddaş almışam, onu əlavə etmək istəyirəm. Açığı araşdırmadan sifariş vermişəm. Ümid edirəm ki, heyf olmaz, həm ödənişimiz, həm də operativ yaddaş. Belə bir operativ yaddaş almışam AliExpress-dən. Buna tam uyğundur. Ancaq bir məsələ var ki, rəsmi saytında cəmi 4 GB-a qədər operativ yaddaş dəstəklədiyi yazılır. Bu isə 8 GB-dır. Bir ehtimal yenə də birləşdirəcəm, dəstəkləyə də bilər, dəstəkləməyə də. Və ondan da əlavə adapteri də yoxdur bunun. Belə bir çevirici almışam. Onu yoxlayacağam. Mən digər başqa bir kompüterin buna uyğun olan bu hissədən gördüyünüz bura keçirilən, yəni bura düşən belə deyim, adapter var idi HP-nin, onu taxdım. Adapter 45 Watt idi, ancaq bildiriş gəldi ki, kompüter açıldı, ancaq enerji yığmadı və bildiriş gəldi ki, Dell'in rəsmi istehsalı olan 45 Watt-lıq adapteri birləşdirib. İndi bu da Dell'in rəsmi istehsalı olan bir adapter deyil, sadəcə bir çeviricidir. Bunu yoxlayacağıq. Ən pis halda enerji yığmasa belə notebooku aça biləcəyik birbaşa, yəni cərəyanda işlədə biləcəyik. Gəlin vaxt itirmədən ilk öncə RAM-ı əlavə edək. Arxa hissəni açıram. Birinci növbədə həmişə
Bu əməliyyatı eləyəndə mütləq batareyanı çıxarmaq lazımdır. Batareyanı çıxardım. Baxın, gördüyünüz kimi burada bu hissə, bu boşluq hard disk yeridir və burada da bu hissədə ola bilər, videoda tam görünməyə bilər. Bu hissədə də şteker olmasa belə yazılıb ki, AC'li bir yazılıb bura. Yəni buna uyğun lenta girişi, belə deyim, tapıb yoxlamaq olar, ancaq lehimlənməlidir bura. Bu biraz professional işidir. Mən 32 GB yaddaşla davam edəcəm. Yəni bir dənə slotu var. Budur, cəmi 2 GB-lıq bir operativ yaddaşlığını çıxardıq və aldığımız 8 GB-lıq operativ yaddaşı buraya birləşdirdim. Bu qədər sadə bir şəkildə və arxa qapağı artıq biz bağlaya bilərik. Əgər 8 GB-lıq operativ yaddaşı dəstəkləsə çox rahat işləyəcək. 2 GB-lıqla çətin ki, normal işləyərdi. Batareyanı yenidən birləşdirirəm. Və bu da işləkdir. Hər hansı bir köhnə model notebookda istifadə edə bilərik. Belə qoruyuculu qabını birləşdirirəm. Bu işlem qurtardığımıza görə keçirik adapter hissəsinə. Deməli, çox maraqlı bir çevirici almışam AliExpress'də. Düşündüm ki, belə bir şey ola bilər. Həqiqətən də yazdım, gördüm ki, belə bir çevirici var. Bu Type-C-dən istənilən növ, bax bu portlara, bu ölçü iləndir. Bu portlara çevirən bir kiçik çeviricidir. Bunu açaq baxaq. Açıb birinci sifariş vermişdim, satıcı səhv göndərmişdi. Elə də baha deyil, 2-3 manat civarında bir məbləği geri qaytarmadım. Yenidən sifariş verdim. Baxın, belə bir Dell-də sadəcə mən görmüşəm ki, elə bir bildiriş gəlir. Digər olub dəfələrlə ki, bir notebookun adapterını digərində istifadə eləmişik. Problem yaşanmayıb. İndi bu dediyim kimi ya enerjini götürsə çox yaxşı olar, götürməsə batareyanı çıxarıb birbaşa enerjidə istifadə edəcəyik. Burada S24 Ultra'nın 45 Watt-lıq adapteri var, Type-C və bunun da bu hissəsi Type-C'dir. Bu şəkildə keçir. İndi isə birləşdirirəm. Baxaq görə uyğundurmu? Bəli, tamamilə uyğundur. Düşünürəm ki, artıq sevinə bilərəm, çünki bu enerji yığmağa işarədir. Çünki bundan əvvəl birləşdirdiyim bütün adapterlərdə ağ və narıncı işıq sayrışırdı və açıldıqda da Dell-in həmin o bildirişi gəlirdi. Kompüteri işə salıram. Əgər həmin bildiriş gəlməsə, deməli artıq enerjidə problem yoxdur. Onun ardınca BIOS-a daxil oluruq, baxırıq görək 8 GB-lıq RAM-ı dəstəklədimi və ondan sonra əməliyyat sistemi yazacağıq. BIOS-a daxil olma F2 düyməsi iləndir. İşə salıram və F2 ilə BIOS-a daxil oluram.
Baxaq. Bəli, 8 GB-lıq RAM-ı biz burada gördük. Bu arada Intel Celeron 1,60 GHz bu bunun prosesoru idi. Aşağıda isə 8 GB-lıq əlavə elədiyimiz RAM-ı gördük. Baxın, budur 32 GB-lıq yaddaş. Və qeyd eləməyi unutdum. Yaddaşı 32 GB-lıq olsa da burada belə bir SD kart yeri qoyublar. Buradan istədiyiniz həcmdə olan 128, 256 fərq etməz GB-lıq kartları taxıb əlavə yaddaş kimi istifadə edə bilirsiniz. Adapterin bildirişi də gəlmədi. Artıq sistem yaza bilərik. Gördüyünüz bu flash kartda bütün əməliyyat sistemləri var. Bu flash kartı necə hazırlaya bilərik? Bunun haqqında kanalımızda ətraflı video var. Baxa bilərsiniz. Bir flash kartda bütün əməliyyat sistemləri Windows 7-dən tutmuş 10, 11 bütün versiyaları, Linux və digər əməliyyat sistemlərini həcminə uyğun olaraq həcmi imkan verirsə istədiyiniz sayda ISO faylı bir flaşkaya yükləyib daimi istədiyiniz kompüterə istədiyiniz vaxt quraşdıra bilərsiniz. Bunun qaydası kanalımızda ətraflı şəkildə izah elədiyimiz bir videoda var. İstifadə eləyə bilərsiniz. Gördüyünüz bu video. Buna Linux Mint əməliyyat sisteminin XFCE versiyasını yazacağım. Bunun da videosu kanalımızda var. Köhnə bir notebook'a biz bunu yazmışdıq. Zəif parametrləri olan. Gördüyünüz bu videodadır. Qaydasını oradan baxıb öyrənə bilərsiniz. Video çox uzun olmasın deyə burada sistem yazılmanı izah eləməyəcəm. Sadəcə sistem yazandan sonra kompüteri sizə təqdim edəcəm. Və budur qarşınızda Linux Mint XFCE versiyası, zəif kompüterlər üçün olan versiyası. Quraşdırdıq. Adapterimiz, daha doğrusu çeviricimiz işləyir. Burada da bildirişi görə bilirik. Gəlin paroldan açaq. Çox sürətli. Bura diqqət eləsək, adapterin dəstəkləndiğini görürük. 20% artıq yığıb, 1 saat yarım müddətində də tamamilə enerji yığacaq. Gəlin öz kanalımıza daxil olaq, YouTube'a daxil olaq. Öz kanalımıza. Firefox sürətli açıldı. YouTube necə açılacaq? Normal açıldı. Burada müəllif hüququna görə çoxuna daxil olmuram. Öz kanalıma daxil olacağım. Gəlin videonun birini açaq baxaq. Yeni bir videodan hər birinizi salamlayıram. Bu videoda sizləri biraz keçmişə aparacağım. Klasik telefonlardan Nokia'nın 6500 Slide modeli var əlimdə. Bu modeli çox istəyirdim ki, qutu açılışı olmasın deyim, amma olmadı. İşləməyindən razı qaldım, çox gözəl işləyir. İnternetə girmək üçün, sənədlərə baxmaq üçün, sənədləri redaktör etmək üçün istifadə eləmək olar. O qədər güclü olmasa da bu işləri rahatlıqla görmək olar. Ən əsası da gördüyünüz bu çevirici həqiqətən belə deyim həyat qutaran bir vasitədir. 2-3 manat dəyərində olan bir şeydir. Type-C-dən istənilən notebook'a çevirə bilir. Onu da qeyd edim ki, AliExpress-də bunu alarkən səhifəsində hansı notebooklara, hansı modellərə uyğun olduğu yazılır. İstədiyiniz demək olar ki, modeli tapmaq, marka və modeli tapmaq mümkündür. Dell-dir, HP-dir, Toshiba-lardır. Mən axtaranda hər biri qarşıma çıxdı. Deyək ki, köhnə bir model notebookunuz var. Adapter sıradan çıxdı bir şəkildə.
bahadır həqiqətən. Orijinal adapterlər çox bahadır. A-klasslar da onlar da demək olar ki, orijinala yaxın bir qiymətə satılır. O qədər pul verməkdənsə özü dəstəklədiyi üçün, yəni alanlar da razılıq eləyirdi. Mən digər alıcıların da fikrinə baxdım. Problemsiz işləyir. Hal-hazırda bayaqdan işlədirəm. Nə bir qızma, nə bir əlavə problem çıxmayıb. Bu şəkildə alıb istifadə edə bilərsiniz. Nümunə üçün özüm aldığım, videoda gördüyünüz bu çeviricinin linkini videonun açıqlama hissəsinə yerləşdirəcəm. Oradan adı necədir, hansı qaydada yazıb axtara bilərsiniz, öyrənə bilərsiniz. Bu günlük bu qədər. İnanıram ki, video sizin üçün maraqlı oldu. Əgər videonu izlədinizsə, bura qədər bəyəndinizsə, kanalımıza da abunə olub bildirişləri açın ki, videolarımızdan anında xəbəriniz olsun.